Hər bir şəhər üçün, hər bir mühit üçün tarixi kimlik, onun identifikasiyası, keçmişi və yaşadıqlarıdır. Və sözsüz ki, bu kimlik şəhərin gələcəyi ilə birbaşa əlaqə yaradan bir amildir. Tarixi irsin qorunması ilə müasir inkişaf arasında balans bu gün bütün şəhərlərin qarşısında duran əsas məsələlərdən biridir. Bilirsiniz, ilk baxışdan bu sual bir qədər sadə görünsə də, əslində biz dərinə getdikdə bunun kifayət qədər mürəkkəb bir məsələ olduğunu görürük. Burada bir neçə amili sadalaya bilərik. Çünki bildiyimiz kimi şəhərin müasir inkişafı çox vacib bir məsələ olmasına baxmayaraq, hər bir şəhər üçün, hər bir deməli mühit üçün tarixi kimlik, onun identifikasiyası, keçmişi və yaşadıqlarıdır. Və sözsüz ki, bu kimlik şəhərin gələcəyi ilə birbaşa əlaqə yaradan bir amildir. Burada belə bir sual yaranır, daha çox mən deyərdim paradoks yaranır. Biz bu halda nə etməliyik? Şəhərin tarixi kimliyini qoruyub saxlamalıyıqmı, yoxsa şəhəri müasir yöndə inkişafına töhfə verməliyikmi? Əslində bu məsələ paralel gedə bilən bir məsələdir. Yəni əgər biz məsələyə bir qədər professional yanaşaq, görərik ki, biz şəhərin tarixi kimliyini, yəni identifikasiyasını qoruyub saxlamaqla eyni anda şəhərin paralel olaraq müasir inkişafına töhfə verə bilərik. Məsələn, biz əgər nümunələr üzərindən danışsaq, ilkin olaraq mən istəyərdim ki, Fransanın paytaxtı olan Paris şəhərindən danışaq. Paris bu mövzuda ən yaxşı örnəklərdən biridir, mən deyərdim. Niyə? Çünki Parisdə müasir memarlıq öz yerindədir və kifayət qədər də dünya miqyasına baxdıqda inkişaf etmiş haldadır. Lakin buna baxmayaraq eyni zamanda şəhərin tarixi kimliyi də qorunub saxlanılır və şəhər öz tarixi kimliyindən heç bir itki vermir müasir inkişafla eyni zamanda. Məsələn, mən sizə nümunə gətirmək istəyərdim ki, La Défense kvartalını Parisdə. Bu nə deməkdir? Bu kvartal tutaq ki, şəhərin tarixi icmasından, tarixi mühitin yerləşdiyi yerdən kifayət kənardadır. Yəni şəhər mərkəzindən kənardadır. Orada şəhərin müasir inkişafı baş tutur. Orada bir qədər ekonomik mərkəzdir, mən deyə bilərdim. İqtisadi belə deyim də inkişaf, ofislər, şirkətlər və sair hamısı orada yer alır. Lakin şəhərin tarixi deməli hissəsi, tarixi deməli alanı daha çox monumental abidələrə və irsə həsr olunub və burada bir qədər də sözsüz ki, regulyasiyalar və qanuna uyğunluqlar var, hansı ki, onlar gözlənilir. Siz məsələn o zonada hündür mərtəbəli binalar tikə bilməzsiniz, o zonada istədiyiniz kimi tikinti işləri apara bilməzsiniz. Yəni müəyyən regulyasiyalarla və müəyyən ardıcıllıqla şəhərin hər iki kimliyi bir-birindən fərqli yerlərdə qorunmaqla inkişafı aparılır. Bu əslində çox yaxşı örnəklərdən biridir. Lakin əfsuslar olsun ki, biz dünya praktikasına baxanda bütün şəhərlərdə, bütün tarixi əhəmiyyəti böyük olan şəhərlərdə bu yanaşmanı görə bilmirik. Ya bu yanaşma bəzi hallarda kifayət qədər qorumaqla tarixi irsi, şəhəri belə bir terminologiyada ifadə var, muzeyləşdirməyə aparıb çıxardır. Bu nə deməkdir? Yəni muzeyləşdirmə odur ki, şəhər tarixi baxımdan çox yaxşı qorunur, saxlanılır və çox professional yanaşma ilə irsə sahib çıxır həmin ölkə öz şəhərində. Lakin sosial-iqtisadi baxımdan və ictimai baxımdan həmin şəhər yavaş-yavaş boşalmağa və cəmiyyəti bir yerdə itirməyə məhkum edilir. Sözsüz ki, bu şəhərlərdə, bu tipli şəhərlərdə, bu tipli mühitlərdə turizm kifayət qədər inkişafda olur. Lakin siz biraz dərindən baxanda görürsüz ki, şəhərin deməli bu irs olan tarixi məkanlarında həmin şəhərə aid insanlar demək olar ki, yoxdurlar. Nə yaşayış var, nə də ki, insan habitatları və mühitləri mövcuddur. Məsələn, bunun ən yaxşı örnəklərindən biri mən deyərdim ki, Venesiya şəhəridir. Venesiya bu halda kifayət qədər məşhur şəhərdir. Çünki Venesiya dünyada turizmin ən çox inkişaf etdiyi şəhərlərdən biridir, amma bunun yanında təəssüf ki, ildən ilə biz statistikaya baxanda görürük ki, şəhər öz kimliyini, tarixi kimliyini yavaş-yavaş itirir və daha çox turizmə cəlb olunmağa vadar edilir.
Başqa bir örnək mən gətirmək istəyərdim İstanbul şəhəri üzərindən. Bildiyimiz kimi İstanbul dünyada ən monumental və tarixi abidələrin çox olduğu şəhərlərdən biridir. Biz tarixə nəzər salsaq görərik ki, İstanbulda müxtəlif dövrlərdən kifayət qədər çox və mühüm abidələr var. Hətta mən deyərdim onların çoxu da bildiyiniz kimi UNESCO Dünya İrsinə daxildir. Lakin bunun bərabərində İstanbulda kifayət qədər tarixi irsin qorunması ilə müasir inkişaf arasında paradoks yaranır və problemlər meydana gəlir. Bu artıq uzun illərdir ki, belədir. Məsələn, mən paradoks deyəndə nəyi nəzərdə tuturam? Biz professional nöqtədən baxanda görə bilərik ki, vizual olaraq abidələr kifayət qədər yaxşı bərpa olunurlar və deməli onlara qayğı göstərilir. Lakin bu təəssüf ki, şəhərin yalnızca bir qismində belədir, bir hissəsində belədir. Biz şəhərin tamam bir başqa yerinə gedəndə, başqa hissəsinə gedəndə görürük ki, burada artıq bir qədər problemlər var. Məsələn, abidələr çox vaxt lazım olduqları, istifadə olunmalı olduqları məqsədlərdə istifadə olunmurlar. Bunlar bir qədər ideoloji, siyasi və yaxud da turistik alətə çevrilirlər və bu sözsüz ki, əsas pozuntu, əsas problemlərdən biridir. Çünki bu kimi hallar adətən abidənin məhvinə aparıb çıxardır və sözsüz ki, tarixi irsin qorunmasında da ciddi problemlər yaradır. Məsələn, biz bunu tarixi irsin fonunda müasir inkişaf adlandıra bilmərik. Çünki biz müasir inkişaf dediyimiz kimi deyəndə nə anlayırıq? Müasir inkişaf abidəni qoruyub saxlamaqla eyni zamanda müasirliyə töhfə verən bir anlayışdır. Yəni abidəyə yeni həyat verən bir anlayışdır və yaxud da abidənin paralelində gedən bir anlayışdır. Tarixin paralelində daha doğrusu gedən bir anlayışdır. Lakin bu halda biz artıq bir qədər pozuntular və problemlər görürük. Başqa bir nümunə mən istəyərdim ki, Kopenhagen şəhərindən gətirim. Bu şəhər İstanbul və Paris qədər monumental bir şəhər deyil. Lakin Kopenhagen kifayət qədər bu anlayışı, yəni tarixi mühitlə müasir memarlığı eyni anda inkişaf etdirmə yanaşmasını özündə əks etdirən ən yaxşı nümunələrdən, ən güclü şəhərlərdən biridir. Burada ən vacib nüanslardan biri məhz bu mövzuda, bu şəhərin inkişafında şəhərdə baş verən bu yeniliklərin, bu dəyişikliklərin cəmiyyətin bu proseslərdə rol oynamasıdır. Yəni şəhərdə hər hansı bir şəhərsalma və ya da memarlıqla bağlı dəyişikliklər baş verəndə cəmiyyət bu dəyişikliklərdə birbaşa iştirak edir, rol oynayır. Və sözsüz ki, cəmiyyət şəhərin danılmaz və əsas bir parçası olduğuna görə burada inkişaf və burada deməli proses düzgün formada, düzgün biçimdə gedir. Mən istərdim ki, biz bu mövzuda danışanda tarixi şəhərləri və yaxud da tarixi irsinin zəngin olan şəhərlərin fonunda bir qədər daha müasir və yenilikçi şəhərlərdən danışaq. Bunlardan biri Dubaydır sözsüz ki. Biz keçmişə baxdıqda görürük ki, Dubayın çox zəngin tarixi monumental irsi yoxdur. Burada keçmişdə belə deyim də daha bizim öncədən nümunə çəkdiyimiz şəhərlərlə müqayisədə daha zəif bir irs var və daha yenilikçi olmağa şəhərin strukturu, şəhərin planlaşdırma həlli imkan yaradır. Sözsüz ki, bu fonda, bu prizmadan baxanda Dubay yeniliklərə açıq və müasir inkişafa açıq şəhərdir. Çünki sizi bu mövzuda sizə problem yarada biləcək dırnaq arasında hansısa bir tarixi məkan və yaxud da tarixi irs və yaxud da tarixi məhəllələr, strukturlar yoxdur. Və siz istədiyiniz kimi burada yeniliklər edə bilərsiniz və müasir inkişafa bir növ töhfə verə bilərsiniz. Və bir çox insan, bir çox deməli bu mövzuda iş görən, bu mövzuda danışan memarlar və şəhərsalma mütəxəssisləri adətən bu misal üzərindən hərəkət edərək öz işlərində bunu göstərməyə çalışırlar. Yəni bununla özlərinə haqq qazandırırlar belə deyim. Lakin sözsüz ki, bu belə deyil. Biz Dubay nümunəsini hansısa tarixi bir şəhərdə əks etdirə bilmərik. Çünki bu tarixi şəhərin identifikasiyası var, bu tarixi şəhərin keçmişi var və biz burada hansısa bir yenilik apardığımız zaman bütün bu meyarları, bütün bu məsələləri nəzərə alaraq bunu etməliyik. Məsələn, biz bütün bu şəhərlərdən danışdıqdan sonra biz
sözsüz ki Bakı nümunəsinə də toxunmalıyıq və bir qədər də mən istəyərdim ki, bundan deməli davam edim, bu üzərindən davam eləyim. Bakı bu məsələ üzrə nə tam uğurlu, nə də ki tam uğursuz şəhərdir. Yəni Bakını bu mövzuda bir qədər detallı analiz etmək məncə daha məqsədə uyğun olar. Mən deyərdim ki, Bakı hazırda və çox uzun illərdir ki, iqtisadi və demoqrafik baxımdan inkişafda olan şəhərdir. Və sözsüz ki, bu inkişafın fonunda bir çox hadisələr baş verir və bizim az öncə danışdığımız digər şəhərlərin timsalında danışdığımız məsələlər, bu tarixi irsin fonunda müasir inkişaf kifayət qədər strukturlu və planlaşdırılmış yanaşma tələb eləyən bir anlayışdır. Və Bakı qədər sürətli inkişaf edən şəhərin fonunda sözsüz ki, bəzi hallarda bu planlaşdırılmış struktur gözdən qaçır və məhz o hissədə bir qədər mən deyərdim ki, biz problemlər yaşayırıq. Ona görə də məhz bu tam struktur daxilində olmayan və tam planlı olmayan dəyişikliklərə görə Bakının bəzi kvartallarında və yaxud da bəzi hissələrində biz tam standarta uyğun olmayan dəyişikliklər görə bilərik. Məsələn, son illərdə bilirsiniz ki, bəzi tarixi kvartalların böyük miqyasda dəyişdirilməsindən və yenilənməsindən söhbət gedir və bəzi insanlar buna daha çox kritik yanaşırlar, bəzi insanlara bu xoş gəlir, yenilikçi gəlir və s. Bu məsələ kifayət qədər aktualdır və biz əgər diqqət yetirsək görərik ki, yenə Bakı nümunəsində Bakıda əsas bu mövzu üzrə problem yaşanan və dar çərçivədə olan irs, abidələr daha çox 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlləri və neft bumu zamanı inşa edilən tikililər və məhəllə strukturlarıdır. Çünki orta əsrlərə aid abidələr və yaxud da daha erkən dövrə aid abidələr nəinki yalnızca Bakıda, Azərbaycanda kifayət qədər yaxşı qorunur və mən deyərdim ki, nümunə gətirdiyim digər abidələrin fonunda bu abidələrə qayğı və diqqət daha yüksəkdir. Dediyim kimi, bunun üçün də kifayət qədər detallı yanaşma lazımdır və əgər biz bu məsələyə bir qədər daha planlaşdırılmış şəkildə yanaşsaq və bir qədər daha xarici standartları nəzərə alaraq bölgü ilə yavaş-yavaş bu məsələni həll etməyə çalışsaq, mən bu minvalda da bir problem olacağını düşünmürəm. Mən ümid edirəm ki, hazırda üzərində işlər gedən Bakının yeni baş planında biz artıq bu məsələlərin öz əksini tapacağını, uğurlu şəkildə öz əksini tapacağını görəcəyik. Nəticə etibarilə demək olar ki, tarixi irsin qorunması ilə müasir inkişaf arasında balans universal bir düstur və yaxud da resept deyil. Bu, hər şəhərin kimliyinə, hər şəhərin xarakteristikasına və digər məsələlərdən asılı olan bir anlayışdır. Və nəticə etibarilə tarixi irs bu müasir inkişafın fonunda ya şəhərin həmin bu inkişafında dinamik rol oynayır, ya da əfsuslar olsun ki, pasiv dekorasiya çevrilir. Bütün bu nümunələr üzərindən danışaraq biz o nəticəyə gələ bilərik ki, burada ən vacib məqam bütün bu proseslər aparılan zaman şəhərin dünənini şəhərin və yaxud da məkanın sabahına düzgün bağlamaqdır. Əks halda biz həm şəhərin identifikasiyasını, həm də kimliyini itirmiş oluruq.